Salam uşaqlar. Belə bir üçbucaq məsələsi ilə gəlmişəm, izah eləmək istəyirəm. Bu üçbucaq məsələsini niyə seçdim izaha, niyə fikirləşdim ki, ehtiyac var izaha? Çünki biz bu üçbucaqda tənbölən verib uzunluğa 6 və tənbölən üçbucağın tənbölənin çəkildiyi tərəfi 3 cm, 4 cm hissələrə ayırır. Üçbucağın verilməyən tərəflərindən A ilə B verilməyib, tərəflərindən A-nı tapın. Sual belədir. Hər halda tənbölənə aid yetərincə topluda çalışmalar var, buraxılışı da düşür üçbucaq mövzusunun içində. Görən kimi ağlımıza nə gəlir? Tənbölənin xassəsi A böl 3 bərabərdir B böl 4. Bunu bir yazaq. Amma mən sizə demək olar ki, çox işlənməyən və lazım olan, amma çox az da olsa çalışma olan bir tənbölənə aid qaydanı izah eləmək istədim. Belə bir qaydası var tənbölənin. Deməli, tənbölənin kvadratı bərabərdir. Tənbölənin çıxdığı tərəflərin hasili çıxılsın. Tənbölənin böldüyü tərəfin hissələri hasili. Belə bir qayda var. Onda biz buradan AB-ni 36 üstə gəl 12, yəni 48 alırıq. Bizdən də A-nı istədiyinə görə B-ni əvəz eləyib 48 böl B yazsaq, gətirib birinci düsturda yerinə qoyanda A böl 3 bərabərdir. 48 böl A. Bunu yenə A yazaq. Düz yaddan çaşdım burada, bağışlayın, 48 böl A. Onda bunu da böləcəyik 4-ə. Onda A böl 3 bərabərdir 12 böl A alırıq. Və buradan da A kvadratı 36, A-nın 6 olduğunu tapırıq. Yəni burada axtardığımız tərəf 6-dır. Bir də təkrar eləyirəm ki, burada mən sizə yazmaq istəyirdim. Tənbölən kvadratı bərabərdir. Üçbucaq təzə çəkim sizə. Bir tənbölən çəkilib. Tərəflər AB, böldüyü hissələr M-in götürsək, tənbölənin kvadratı bərabərdir. AB çıxılsın M-nə. Az da olsa lazımımız olan bir düstur. Belə.